Binə qəsəbəsi İmam Həsən məscidinin küçəsi ilə gəlsən, elə bir 2 kilometrə 2 kilometrdən az olar. Gəldin, asfalt bitdi. Asfaltdan da belə bir 200 metr şey bənliyordu. Amma köməkçi avtobus düz buradan keçir. Qapının ağzından. Qaz işıq sayğacı var. 1800 metrdə dolar buradan ana yola. 3 otaq evdir. Bax, həyəti belə xırda həyətdir. Navesinə qədər qoyub. Evimizdə 8-in 8 yarımadır. Normal evdir. Yerdən də kürsülüdür. Padvalada girmək olur. Yəni giriş üçün qapı qoyub. Bax, betonuna qədər verib. Evi kurub betonlayıbdır. Addenli sanitar qovşağı da var həyətində də, evin içində baxın addenli. Burada kombi otağıdır. Yəni içəridə kombi sistemləri. Zaborlara qədər şkatur verib və evin kurub hər yerinə beton veribdir. Yəni burada nəmişlik, partlamaq, çartlamaq belə söhbət ola bilməz. 7-8 ilini demək olar evidir. Bu görsə heç bir şey yoxdur. Yerdən də kürsülüdür. Baxın. Girdin, zal sistemdə bir dənə qapılarla aboy qalıb. Qapıları aboy qoy. Gir yaşa. Mətbəx. Sanitarın aksesuarlarına kimi qoyub və normal ikilərdə yataq otaqlar. Pəncərələr də öz həyətinə baxır, yəni qaranlıq deyil. Gir yaşa evdə bir sözlə qapılar qalıb bir dənə. Qiymət 46500 Məscid küçəsi.